Belarus prezidenti Aleksandr Lukashenko ölkədə istənilən qiymət artımını qadağan edib və qərarın dərhal qüvvəyə mindiyini elan edib. O, bu addımı inflyasiyanın qarşısını almaq və bazarda sabitliyi təmin etmək məqsədi ilə atıb. Belə bir qanun Azərbaycanda da tətbiq edilə bilərmi? Global Info.az danışan iqtisadçı Emin Qəribli hesab edir ki, bu addım ölkənin qapalı iqtisadiyyat modelinə keçidini göstərir. Onun fikrincə, Belarusda tətbiq edilən tədbirlər müvəqqəti xarakter daşıya bilər. Bu, bazar iqtisadiyyatının prinsiplərinə tamamilə ziddir. Həmin tədbirlərin nə qədər uzun müddətli olacağı və iqtisadiyyata təsiri ayrıca müzakirə mövzusudur. Azərbaycanda bəzi məhsullara, məsələn, buğda və un bazarına nəzarət tətbiq olunur. Ancaq hesab edirəm ki, bütün məhsullara eyni şəkildə kəskin nəzarətin tətbiqi effektiv olmayacaq və praktik baxımdan çətinliklər yarada bilər. Qəribli əlavə edib ki, iqtisadi proseslər adətən müxtəlif dövrlərə, qısa müddətli və uzun müddətli mərhələlərə bölünür. Qısa müddətdə bu tədbirlər müəyyən təsir göstərə və vəziyyəti sabitləşdirə bilər. Ancaq bu addım uzun müddətli iqtisadi artımın qarşısını alan bir yanaşmadır. Qlobal miqyasda baş verən iqtisadi proseslərə nəzər yetirdikdə görürük ki, qiymət artımı davam edir və bu tendensiya iqtisadi artıma mənfi təsir göstərə bilər. Buna görə də düşünürəm ki, mövcud şəraitdə bu cür tədbirlər daha çox qısa müddətli sabitlik məqsədi daşıyır. Uzun müddətli iqtisadi inkişaf üçün əlavə strategiyalara ehtiyac var. İqtisadçı əlavə edib ki, ölkəmizdə ən son statistik göstəricilər istehlak qiymətlərində 5,7%, qida məhsullarında isə 7,6% artım olduğunu göstərir. Bu artım təbii olaraq sosial cəhətdən həssas qruplara birbaşa təsir edir. Ancaq hesab edirəm ki, bu sahədə prioritet bazar iqtisadiyyatı prinsiplərinə verilməlidir. Çünki bazarın özünün effektiv tənzimləyici alətləri mövcuddur və onlardan istifadə edilsə, daha balanslı nəticələr əldə edilə bilər. Bununla yanaşı, iqtisadçı düşünür ki, inkişaf etməkdə olan ölkələr inflyasiyadan müəyyən qədər qorxmamalıdırlar. Bəli, inflyasiyanın sosial təsirləri ola bilər, ancaq müəyyən diapazonda inflyasiya iqtisadiyyatı stimullaşdıra da bilər. Təəssüf ki, bizdə çox vaxt inflyasiya dərhal risk və ya təhlükə kimi qiymətləndirilir. Əslində isə inflyasiya xüsusilə hazırki qlobal iqtisadi şəraitdə qaçılmaz bir prosesdir. Mühüm olan bu prosesi idarə etmək və ənənəvi bazar iqtisadiyyatı çərçivəsində effektiv alətlərdən istifadə edərək onun təsirlərini minimuma endirməkdir.